işidir. Operatorla danışıram. Eva. Ana bala. Qablarımı da yudum bitirdim. Dünən uğurumdur. Bu xanımın gözü qaldı da o mebeldə. Mən atacağım çölə bəzi mebelləri, nəyəsə bəzi şeylər çox açıq şəkildə burada YouTube'da danışmaq istəmirəm. Salam, hər birinizi yeni vlogumdan salamlayıram. Kanalıma xoş gəlmisiniz. Mən neçə vaxtdır səhər hazırlaşmağımı çəkmirdim. İndi dedim qoy sizin üçün bir dənə göz makyajımı çəkeyim. Bir güclü də makyaj edirəm. Sadə gözümü üstə belə eləyəcəm, bəsdir. Saçdan getməyəcəm. Nilay rezinlərini taxmışam saçımın ucuna. Qurudandan sonra hörrəm. Artıq başlayayım saçımı açım. Bilirəm ki, mənim belə vloglarımın hissələrini çox baxılır və bəyənilir. Elə bir çox qıvırcıq olub. Əslində yaş örməmişəm. Biraz açılsa yaxşı olar. Onsuz saçımda buruqda qalır. Ayrılmış görsənməsin. Neyse. Belə. Məncə yaxşıdır. Biraz açılsa yaxşı olur. Amma o günkü açığı, o günkü buruğum qəşəng idi. Bu elə biləm çoxdur. Yəqin açılacaq da. Bu dəfə də saçım belə olsun. Mən hazır gedirəm işə. Neçə dəqiqəmiz var? 3:30. Yaxşı. Efrə başlayın. Uşaqlar, məni işidin. Uşaqlar, eşidin mi? Operatorla danışıram. Hə, uşaqlar. Aa, bu da tanış səsdir. İmişləhli. Operator. Yaxşı, sən necəsən? Siz necəsiniz? Daxil elədim. Hayır bayram. Kimden? Ha, köy çaymalarına koy. Yüksəkli yoxsa söhbət edirik. Gel. İbrahimi götürdüm bağçadan, gedirik evə. Ana bala. Mən də belə göy almışam. Burada inşaatçılarda çox qəşəng göy satırlar. Gedib doğa bişirəcəm. 2 manat aldım, hamısından 2 götürdüm. İnşaatçılar sevirəm də ümumiyyətlə. Ən xoşuma gələn inşaatçılardır. İstəyirəm ki, buralara köçmək istəyərəm, gələcəyim inşallah. Əladır buralar. Hər şey var. Burada mən saçımızla yapardım. Neçə gündür evdə olmadım, işlərim çox oldu deyə. Evin bir həsrətindəydim. Buna baxın, burada doğa hazırlayıram. Əvvəllər göy qatırdım. Dedim, bir dəfə belə edim, yoxum görüm necə olur. Burada lobiya qaynadıram, aş eləyəcəm. Düyü də burada sudadır. Və piraşki də eləyirəm. Kartofu qaynatmışam. İndi soba da eləyəcəm. Çünki Tural uşaqlar hamı evdə olanda bir gün yağ da eləyəcəm. Ona görə istəyəsən. Bir də nə eləmək istəyirəm? Toyuq qızardacağım indi. Hə, istəyirəm hələ bir qənd də bişirim. İndi bilmirəm. Onu çatdıra biləcəm, görüm. Çatdırsam qənd də bişirəcəm. Bunların hamısını kim eləyər? Səhər də 7-dən oyağam. Bütün gün ayaq üstəyəm. Hava da qaralıb, baxın. Burada da qazın par olub eşya. Göz gecədir. Mən amma hələ də yemək hazırlayıram.
Yəni hələ də deyəndə ki, yəni hazırlayıram. Sadəcə olaraq bir neçə yeməyi birdən edirəm. İstəyirəm ki, çox eləyim, həm də evdə olsun da. Göyü tökdüm. Göyü belə qarışdırıram, görürsüz belə. Göy gedir axı. Bunu dayanmadan izləyirəm də, baxıram quruq eləməyinə. O qədər diqqətdən baxdım da, baxdım başım gicələr, bir başımın içi fırlanır. Özümün də özümə gülməyim gəldi. Ki, mən bu göyə niyə belə diqqətdən baxıram ki, onun quruq eləməyinə başım gicəlləndi. Neysə, görün necə qoçaq qızam. Halal desəyə də sənə, sən bütün işləri bacarırsan da. Sən maşallah qoçaq qızsan. Vallahi, qədrini bilən yoxdur. Elə, bu da hazır. Şu lobiya yanırdı özümdə. Ay, yoxlarsın. Keçək, indi də aş eləyək. Başladım toyuğu qızartmağa. Əlcəkli yemişəm ki, dırnağım körlanmasın deyə bunu. Havaların bizi çöynərir deyə. Görək, bugün baxdım, Karacada 5 fazan bəstləri var idi. Alacağım onlardan. Evi köçürüm, alacağım deyə çıxalamışam köynə qabların əlində. Qabarı qızarsın. Bu pirajkilər tələsdim də, yəni bu pirajkləri eləyəndə. Ona görə bunların bəzən burada görürsünüz, çıxıb kartofları, amma inşallah ki, yumuşaq olar. Bunlar da hazır. Hazırlamaq prosesini göstərmədim. Çünki yorucular həm də bir neçə işi birdən görürəm, qonaqlarım gələcək. Ona görə ancaq nəticəni göstərdim sizə. Videomuzu qoyduq. Başlayaq, ev işlərimizi görək. Ümumiyyətlə, ürəyim gedir də, yeni il vaxtı, dekabr, yanvar ayında ancaq televizorda uşaqdan imkan tapanda təbii ki, Laplandiyanı qoyuram, baxıram, bax belə videolar çox ürəyimi açır. Nağıllar aləmidir də sanki. Burada da yolkamız, sadə yolkamız, çünki bəzəmirəm mən, çünki Rahim biləm ki, o bəzəklər yəni polun üstündə olacaq da, ona görə belə sadə işıqla yolka, belə. Başlayaq, işlərimizi görək. Bunu qoyum bura pultu. Bugün iş yoxdur, 5-ci günü vloqunu çəkirəm. İş yoxdur bugün. Yəni iş necə yoxdur, efir yoxdur. Ona görə də evdəyəm. Rahimi də bağçaya qoymamışam. Dedim evdəyəm, qoy uşaq burada qalsın. Nilay bir dənə məktəbdədir, yollar da bağlıdır. Nilay məktəbi şəhərdədir. Bilmirəm heç uşaq necə gələcək. Bəlkə getdimdən gətirdim, bilmirəm. Yol açılsa özü gələcək. Olmasa bilmirəm. Orada ancaq içəri şəhərdə metro işləyir də. Maşın yolları bağlı olur. Başlayın, evi yığışdırın. Günə çoxdan başlamışıq, artıq gün ortadır. Sadəcə olaraq hava yağışlıdır deyə belə tutqun görsənir də. Elə bilirsən ki, axşam tərəfidir. Nəyi açım? Ver görüm. Burada bunun içinə gedir qəpikləri doldurur, gətir ki, aç. Buyur, həyatım. Çox yağır. Çeynilərdə yeni gibi qalıb. Bunu bəlkə bura qoyum. Yox, qarışacaq, hara qoyum. Məncə də qoyum bura. Stolun üstünə gündədir. Nə qədər qab yumalıyam. Axşam qonaqlarım var idi, qabları hələ yumamışam. Dedim, sizlə bir yerdə yuyaram. Nəfəslərimi görün bir dəfəlik. Şamını da koyun bunun yanına. Vareniyalarım. Slipiyle silerim. Bu məncə bakal təmiz, heç kim içməyim. Bunu bilmirəm. Neysə. Aparım. Bunları da aparım. Slipini alandan ancaq evdə slip istifadə edirəm.
Elə biləm. Yaxşı, şu bağlandı. Nəysə. Bayramı nə edəcəksiniz? Bayramda evdə olacaqsınız, yoxsa bayramı hardasa qeyd edəcəksiniz? Nə qalıb bayrama? Vaxt doğrudan da uçur. Əməli başda vaxt uçur da. Dəhşətdir. Niyə belə oldu hər şey? Əvvəl aylar geç çıxırdı. İndi həftə kimi gəlir ay adama. İldəki elə bilirsən ki, bir ay. Bir ay yaşadın. Hər yer var eliyadı bizdə. Deyən görüm arayım. Bunu deyəsən. Silə bilmirəm, nəysə. Elə, oy, ay Allah. Bir əllə silə bilmədim. Biraz bu slipinin, bu rənginin iyi, biraz tündü. Bir dəfə də nə almışam, yaşıl, göy alacam, görüm göy necədir. Mən yaşıl götürmüşəm, nəsə iyi. Mən də iyiliş belə iyi çox gələndə sevmirəm də. Özümdən asılı deyil. Çox qoxulu şeylər sevmirəm. Olur ki, gedirsən, görsən, evdə ancaq ətirli olur, eləyir. Sevmirəm elə şeyləri. Təmiz. İstəyirəm buraları da sileyim. Buradakı nə qədər təmizləsəm də Nilay bardaq eləyir də buranı. Oyuncaqları bir yığ, xahiş edirəm. Bu liranindir. Bilirəm balam. Sən öz oyuncaqları bir yığ. Bu liranindir. Bilirəm həyatım, bilirəm. Bu liranindir. Öz oyuncaqları bir yığ. Yok. Yığ da. Yok. Görün nədir bu? Kolleksiya yığır. Boş şeylərlə nə edin ki? Onca nə var? Boşdur. Sizdə də uşaqlar belə şey yığır. Baxın, bunun qabları. Boş qablar nəyə lazım? Uşağım da deyəsəm, mən kimi takıntılıdır. Onun qoxusudur. Məktəbə gedəndə vurur. Burada aparım öz yerinə var. Sabah hoca əl ləkələri mütləq olacaq. Bir dəfə də bir xanım yazmışdı ki, güzgüdə ləkələr qalıb, amma nə içirəmirəm, mən belə bir şey. Mən həmən gün o vlogu çəkəndə tez çəkdim də, belə çox iş görmüşdüm, bu elə vlogda da deyirəm, həm də elə görsəmir də nə qədər iş görmüşdüm deyə detallı şəkildə çəkmirdim də, belə. Ona görə sonra gördüm ki, vlogu bitirəndə gördüm ləkələr qalıbdır. Ləkələr var, sildim, amma çəkmədim də. Yaxşı şeylər çəkirəm, bir dənə rəy yazmışsınız. Fikirlərinizi şərtdə yazın mənə. Baxırsınız, nə bilim, iradlarınız da olar, yaza bilərsiniz. Xoşum gəldi, o xanım yazmışdı ki, güzgünü. Məsəl üçün, xanımı idi, bəy idi. Güzgünü silməlisiniz. Və demək ki, mənə diqqətlə baxır ki, şərh yazır. Amma çox adam da baxır, izləyir, ancaq mənə şərh yazmırlar. Amma şərh vacibdir. Dostlar, kim məni izləyirsə, vloglarıma kim baxırsa, mütləq şərh yazın. Mənim nəticələr deyirlər də o da toyunda mamam almışdı. Bunları hələ ki, burada qoyuram. Sonra dəyişəcəm, köçəndən beklə. Bu mebelləri aparan deyiləm. Bilmirəm bu mebelləri nə edəcəm, satacağım, satmayacağım.
Hələ haqda fikrim yoxdur. Bəzi mebellərimi bilmirəm, sata da bilərəm, ata da bilərəm. Yəni özümdən dəqiq şəkildə aparmayacağam. Bu tomatım zadım sərgəli qalıbdı bunlar. Bilmirəm, bəlkə atam gilə göndərdi. Bunları bəlkə atam istəyirəm ki, bəzi mebellərimi atam gilə göndərirəm öz evimizə. Amma özümə təzə mebel alacağım inşallah. Elə biləm ki, bu mebellərim mənə düşməyibdi. Çünki bəzi şeylər oldu həyatımda. Düşünürəm ki, mən mebellərimin elə bil ki, nəysə də çox şey danışıb açmaq istəmirəm, nəysə, amma düşünürəm ki, mən cehizlərim mənə düşməyib. Mən yataq mebelimin, demək, şifameri alanda atam, qaynanam, mən getmişdik üçümüz. Bəyəndim, satan adam dedi ki, bunu bir xanım gəlib bəyənin. Kimə zəng elədi, beh qoya bilmədi. Da gözü qaldı da bu şeydə, amma bu da gələn deyildi. Bir aydan sonra gəminə Türkiyədən gətirirdilər. Dedi ki, beh üçün kimə zəng elədi, adam tapa bilmədi ki, beh qoysun. Dedi ki, səhər tezdən gəlib alacaq. Elə bir o gedib, ondan bir saat sonra biz gəlmişik mağazaya. Mən dedim ki, bu mebel xoşuma gəldi. Nə qədər də mağazalar gəzmişik, heç bir mebeli bəyənməmişəm, fərqli mebel istəyirdim. Biz də o mebeli götürdük. Fikirləşdim mənim qismətimlə, amma düşünürəm ki, o xanımın gözü qaldı da o mebeldə. Mən aldım onu, ondan da gəlməyəcəkdi. Gəlsə də bir ay falan belə vaxt çəkəcəkdi ki, gəmi ilə gəlməyinə. O mebeli heç mən deyim ki, içində normal, yəni mebellərini normal istifadə edə bilməmişəm. Yataq dəstim ümumiyyətlə çox pis günə qaldı. Yəni mən onu aldım, içində normal istifadə edə bilmədim. Ona görə də düşünürəm ki, bu mebellərim mənə düşməyibdi. Nəyəsə, bəzi şeylər çox açıq şəkildə burada YouTube'da danışmaq istəmirəm. Gələcəyinə bəlkə də danışa bilərəm. Amma düşünürəm ki, mənim mebellərim mənə düşməyib. Ona görə də yeni evimdə inşallah bunları satacağım, yəni atam ilə göndərəcəm, ya atacağım çölə bəzi mebelləri, divanı falan. Amma öz evimə aparan deyiləm. Sağ ol olsun. Belə, həyatda doğrudan da hamının həyatı kənardan görsəndiyi kimi deyil. Bir dənə onu deyə bilərəm. Neysə, belə. Danışdıqca adam danışır. Bu qədər şey söylüyorum heç. Heç tozlamayıb, təzləmişəm buraları. Vacibdir mən. ATV-dən diplomumdur. Bu vacibdir, bu patroldur, bu futbolcu. Bu diplomu mənə mamam rəhmətə gedən vaxtı idi, vermişdilər. Düşünürəm ki, şirkətdən mənə dəstək üçün vermişdilər. O ərifələrdə düzü çox işləyirdim. Ən ağır layihələr məndə idi. Bunu mənə bir dəstək üçün vermişdilər. Mənə yox, bir neçə əməkdaşlara vermişdilər. Yəni, həmin il qazanmışdım. Ancaq anam mən bu belə uğurlarımı, kiçik belə uğurlar görmədi. O şeyi üzülürəm. Ona görə bunu burada həmişə istəyirəm gözümün önündə olsun. Belə bir böyük bir şey deyil. Ancaq qoymuram da. Bu mənim uğurumdur, kiçik uğurumdur. İşlərimi bitirdim.
Demək olar ki, çox işim yox idi. Elə belə yüngül əl gəzdirdim. Axşam tərəf olur. Yenə hava bulutlu. Yəqin ki, yağış yağacaq. Gün qablarımı da yuyum. İşim bitir bugün. Hələ ki, axşama bir planımız yoxdur. Kral da işlədir. Gəlsin görüm nə olacaq. Gördüyünüz kimi bu qədər qablarla bitirdim. Qablarımı da yudum bitirdim. Vlogumu da burada yekunlaşdırıram. Növbəti vloglarda görüşərik.